Bizim qızlarda da az yoxdur. Hara deyirsən ora gedək. Nə deyirsən onu edək. Geyinməyim, yaxşı geyinməyim. Mənim də bir oğlum var. Və düşünürəm ki, oğlumla bir yaşayacağam. Və mən yoldaşımla tanış olanda onun papası mənə yazmışdı ki, qızım onu o dostlarından biraz uzaqlaşdır. Dostları da oradan izləyirsə. Qızım, ayağı ayağının üstünə aşırtmaq hörmətsizlikdir. Salam Rəna, xoş gördük səni. Xoş gördük. Bir il sonra təkrardan Bu masada. eyni masada, eyni mikrofonun arxasında görmək xoş oldu. Həmçinin mənə də xoş oldu. Amma son görüşümüz çox səs-küylü olmuşdu. Biraz bəylər haqqında çox danışmışdıq, münasibətdə bəylərin səhvləri. İndi sənə sual vermək istəyirəm. Səncə hələ də, yəni sənin indiki fikrində də hələ də bəylər münasibətdə ancaq haqsız olanlardırmı, yoxsa xanımlar da haqsızdırmı? Yox, məni ümumiyyətlə Instagramdan da, sosialda hamı böyle feminizmi tətbiq edən biri kimi tanıyır ki, düşünürlər ki, düşünürəm ancaq bəylərdədir günah. Təbii ki, elə deyil. Günah varsa iki tərəfdə var. Faizi var, kimdə az, kimdə çox, amma bizim qızlarda da az yoxdur. Amma ən əsas, ən başlıca xanımların problemi münasibətdə özləri kimi olmamaqlardır. Yəni özləri bu da cəmi. Ya bunun da əslində kökünə gedəndə bir bəylər durur, amma kökə getməyəcəm. Bu dəfə bəylərin tərəfindəyəm. Xanımların kökünə gedir ya. Bu dəfə xanım, bizim qızlara cəmiyyətdə çox səs çıxartmağı öyrətməyiblər. Yəni çox danışmağı, çox özünü ifadə eləməyi bacarmırıq. İlk tanışlıqda, ilk münasibətdə hər qız belə bir xanım xatın havasında olur. Hara deyirsən ora gedək. Nə deyirsən onu edək. Geyinməyim, yaxşı geyinməyim. Bu tərzdə və qarşıdakı oğlan da fikirləşir ki, nə qəşəng qız tapmışam, hər dediyimi eləyir, sevinir. 2 ay sonra. 2 ay sonra evlənir bu yazı. Qızın səsi ondan sonra başlayır çıxmağa. Və oğlanda da təbii ki, peşmançılıq hissi artıq başlayır ki, mən sakit qız tapıb axtarırdım, sakit qızla evləndim, bəs bu kimdir qabağımdakı səsini başına atan. Amma elə oğlan da var ki, özünü ifadə edən qız onun üçün problem deyil. Yəni ki, o əksinə sevir ki, qarşısındakı özünü ifadə edə bilsin. Əslində düzgün olan məncə budur elə. Düzgün olanı budur deməzdim. Hərənin öz tayı vardı. Yəni hər insanın öz dəngi türklər demiş vardı ki, bir-birini tamamlamalıdır insan. Mən eyni tip insandan da bir-birinə uyğun olduqlarını düşünmürəm. İnsanlar bir-birini tamamlamaqlarını daha tərəfdarıyam. Zeytun teorisi var ya bir sanım. Yox. Deyir ki, qarşı tərəfdən, yəni partnerin zeytun sevmirsə, sən sevirsənsə, o münasibət sona qədər davam edir. Belə bir teori var. Amma yəni xatırlamıram hal-hazırda. Ana alandan sonra B12 səviyyəm. Tamam. Yəni bu orada deyir ki, yəni əks tərəflər bir-birini hər zaman cəzb edir. Təbii ki, münasibətdə mən də düşünürəm ki, əks olur yəni illa ki sənin uzlaşmayan tərəflərin olur ki də dadı duzu budur da. Yəni hər şeydə uyğun olduğunda sakit bir oğlandır, sözünü deyə bilməyən. Biraz sözünü deyən bir qız. Buna münasibəti, yəni hansısa yerdə oğlan sözünü deyənməyəndə qız onu əvəz edir və ya qız deyənmirsə oğlan onu əvəz edir. Bu məncə ideal münasibət. İkisi də sözünü deyənmədi, oturdular belə. Və o getmir. Amma bizim qızlar ən başdan 90% deyərdim ki, özünü biraz hamısı eyni tipajda, yəni sakit. Sən mən qaynanayla da qalaram, mamanla da, mama deyərəm. Bu söhbətlərə girirlər, sonra da onlar eləmirlər və bu oğlan da o vədlərə inanaraq bir addım atır. Təbii ki, bizim qızdan da özünü ifadə edə bilməmək ən böyük səhvi odur. Bir də belə bir şey olur. Düşünürlər ki, evlənəndən sonra mən deyən olacaq. Xanımlar adətən elə düşünür. Bəli. Mən də tanışlarımdan elə düşünənlər olub, oradan bilirəm ki, evlənəndən sonra mən deyən olacaq, mənim sözümü tutturacaq. Xəyallarda yaşayırlar. Sonra evlənəndən sonra oğlan olduğu kimi davam edir. Qız da düşünür ki, o dəyişsin. Bu da yəni bir insanın dəyişmək, okey, uyğunlaşa bilər. Qız da oğlana uyğunlaşmalıdır, oğlan da qıza uyğunlaşmalıdır. Orta yerdə yer tapmalıdırlar, orta xətti tapmalıdırlar yəni. Amma o gözləntiyə girmək ki, mən bunu dəyişəcəm və özüm istədiyim oğlanı da çevirəcəm. Artıq o olur növbəti level və o leveli keçə bilmirlər. Bəli, və qızlarda bu xarakter, yəni ətrafında hansı oğlan, dostlarımız, yoldaşımın dostları, öz qardaşım gəlib bir qız haqqında bu sözü deyirsə, deyirəm ayrıl. Yəni düşünmə. 1 aylıq, 2 aylıq münasibətdir, qızların ilk sözü. Siqareti tərk et, dostlarla görüşmə, çayxanaya getmə. Bu nə deməkdir? Yəni 2 ayda həyatına girdiyin bir insanın necə sən 30 yaşı var tutaq ki, 25 yaş var, sən bütün həyatını, dostlarını dəyişə bilərsən. Mənim yoldaşımın çox yaxın uşaqlıq dostlarıdır da, yəni ətrafındakı indiki uşaqlar. Və mən yoldaşımla tanış olanda onun papası mənə yazmışdı ki, qızım onu o dostlarından biraz uzaqlaşdır. Dostları da oradan izləyirsə.
Belə bir şey yazmışım. Papasına da yazmışdım ki, mən onun həyatına 2-3 aydır varam. Mən onu necə 20 neçə illik dostlarına uzaqlaşdırım. Mən əksinə çalışıram onun dostları ilə dost olum. Və bugünkü gün, yəni orada da qaynatam yazmış ki, hə, sən o qızsan. Biz bulduq. Bugünkü gün dostları ilə Ariyedən də yaxşı münasibətim var. Çünki mən onların uzaqlaşdırsam bir nifrət yoldaşıma da bəlkə bir müddət eləyəcək. Sevginin xatirinə, təzə vaxtda o belə cilovlanan yeni sevginin xatirinə bəlkə itirməmək qorxusundan eləyəcək. Amma 1 ay, 5 ay, 3 ay darıxmaq hissi gələndə yenə onlara yönələcək və səhvin sən olduğunu görəcək. Qızlar o köklü, niyə bu bütün qızlarda o məsələ vardı ki, iki evdə, oğlanın ya evə qatasan və ya oğlan qıza həmçinin hər şeydən uzaqlaşdırıb, oğlanlara deyirik bunu edir, amma qızlar daha çox edir. Hər şey. Bu siqaret çəkir, bu içki içir, sən bunu görüb qəbul eləmirsən, artıq bu budur. Öz istəyi ilə uzaqlaşa bilərsən, ona məsləhət verə bilərsən, yol göstər. Amma yəni dirətərək bir şeyi bunu eləyəsən, onda mən çox səhv görürəm. Qatılıram. Yəni çox düzgün olursan, qatılıram dediklərimin hər birindən sonuna qədər. Və bir məsələni də mən açmaq istəyirəm, sən sual verməmiş. Keçən dəfə oğlan analarının çox xətrinə dəydi. Daha da qız analarının xətrinə dəymək istəyir. İlla kimsə xətrinə dəyməliyə. Yox, əslində heç kimin xətrinə dəymək istəmirəm. Oğlan anaları o mənim xətrimə çox dəydi. Ona görə gün qisas günüdür. Mən özüm də o videodan bu yana oğlan anası oldum. Bu da var. O video çəkiləndə heç Leon evladım yox idi. Planı belə yox idi. Planı belə yox idi, amma artıq mənim də bir oğlum var. Və düşünürəm ki, oğlumla bir yaşayacağam. Qoymaram ayrı yerə getsin. Zarafat edirəm, amma oğlan anaların qarışdığı qədər orada bəzi şeylər yazılmışdı, videoya şərhlər. Şərhləri oxudum və oğlan anaları yazmışdı. Bəs qız anaları, bəs qız anaları. Ondan sonra müşahidə elədim ki, doğrudan da qız anaları bəs nə edir? Məsələn, mənim anam belə tərz ana deyil, amma digər tərəfdən bir gördüyüm paralarda anaları müşahidə elədim ki, həqiqətən oğlan anaları qədər qız anaları da çox müdaxilələr edir. Sadəcə oğlan anası aktiv müdaxilə edir, ortadadır. Qız anası pasiv müdaxilə edir. Yəni kənardan görünməz müdaxilə. Bəli. Belə müdaxilələr olur. Yenə də ikisində burada yenə analarda səhv görürəm, burada evladlarda səhv görürəm. Niyə iki insan arasında olan münasibəti ana bilməlidir? Yəni ki, sən dalaşdın, dava elədin, barışdın. Sən barışırsan axı, günün sonunda sən yoldaşındır, sən onu sevirsən, sənin evladın var, sən ürəyin barışır. Amma sənin anan sənə edilən hansısa təhqiri, nə bilim, hansı hərəkəti bağışlamır. Yəni sən sonunda belə olur ki, qızla oğlan münasibəti bərpa olur, amma ana oğlana küsülü qalır. Və ona kin, nifrət yığılır. Hər hansısa balaca bir şeydir də artıq deyir ki, boşan. Boşa bunu. Belə bir hala gəlir. Sonra iki tərəfdə münasibət çox gizli qalmalıdır deyə düşünürəm. Münasibətin içindəki söhbətlər əsasında davalar. Üçüncü şəxs ümumiyyətlə müdaxilə eləməlidir. Fərqi yoxdur, qızın anasıdır, oğlan anasıdır və ya dostu tanışdır. Bəli. Bir müddət sonra sən bağışlaya bilirsən qarşı tərəf, amma o bağışlaya bilirmi? Yəni o içində hələ də üçüncü tərəf kimdirsə, onun üçün hələ də bacarmır onu. Eynən, bağışlamalı həm bacarmır, həm də içində kin qalır, get-gedə böyüyür və s. Ona görə nə gərək var? Sən sabah bağışlayacaqsan, gəzəcəksən, başqa şeylər. Və söhbət yaddan çıxıb gedəcəkdir. Bəli, amma üçüncü tərəfin söhbət Ümumiyyətlə bir şey xanım, baxmışam, bilmirəm sənin ətrafında var. Hansı, yəni hələ evlilik münasibəti olmamış, evlilikdən əvvəl hansı insanlar ki, valideynə çox bağlıdırlar. Yəni ana-atanı sevmək, hörmət eləmək, bu yəni hər qızında, oğlanda borcudur kimi düşünürəm. Amma bəziləri hədsiz bağlıdırlar da. Yəni mamamsız bir günüm olmasın, tətilə də mamamla gedim, shoppingə də mamamla gedim, əsasən qızlar, qeybətdə mamamla gedim. Bunlar ailədə xoşbəxt ola bilmirlər. Yəni bu ailədən çıxıb bu ailəyə adaptasiya ola bilmir. Ancaq ağıl, ürək burada qalır. Yəni bu biraz səslənsə də, cahil səslənsə də almaq vermək deyirlər. Qadını almağı verməyi, bu sözü xoşlamıram, amma doğrudan da qız bir evdən başqa evə gedir. Yəni adaptasiya daha çox qızın boynuna düşür. Əgər buna hələ ki hazır deyilsə qız, məncə evlənməməlidir. Yəni o ata-ananın komfortundan, rahatçılığından çıxıb bu biraz daha tam başqa bir ailəyə düşüb, onlara uyğunlaşmayacaqsa, yəni bu ailədə var ana, ata, oğlan ailəsinə, bacı, qardaş, hamısı bir adama uyğunlaşamaz. Yəni, bir adam hamıya uyğunlaşmağa çalışmalıdır ən azı. Öz hörmətlərini, sərhədlərini qoruyarıq təbii ki. Onu edə bilməyəcəksə, məncə heç evlənməmək haqqında düşünməsə yaxşıdır. Elə də. Bizdə evlənməklər nə üçün olur? Qonşu evləndi, mən evdə qaldım.
Vay bunun uşağı oldu, mən qaldım. Bu bəhsə-bəhslə evlənirlər, bəhsə-bəhslə uşaq dünyaya gətirirlər deyə. Bir də baskı olur. Mən məsələn daha çox düşünürəm ki, valideynlərin və ətraf mühitin baskısı çox olur üstlərində. O qədər baskı olur ki, insanlar düşünür ki, ümumiyyətlə gənclər düşünür ki, demək ki, düzü budur, mən evlənməliyəm. Amma evlənib mən qaldıqsa problem məndədir, mən evlənməliyəm. Çox istər bunu düşünür. Düzümü düşünməyənlər də var. Təbii ki, istisnalarımız hər zaman olur. Amma gedib də yəni o baskı ilə gedib evlənib sonra peşman olmaqdansa, subaylıq sultanlıqdır. Mən bunu evlilikdə yaşamamışam, amma uşaq biz evləndən sonra 3 il sonra övlad qərar verdik dünyaya gətirməyə. Çünki o 3 ili özümüzə ayırıb, bir-birimizi tanımaq, daha bir evin içində bir-birimizə adaptasiya olmaq üçün ayırmışdıq. Gəzmək istəyirdik, rahat yaşamaq istəyirdik deyə, yəni şuurlu şəkildə belə qərar vermişdik. O 3 il ərzində mənə sonsuzluq həkimləri göndərənlər ki, bu çox yaxşı müalicə eləyir ki, yəni insanlar sanki baskı edir ki, sənin uşağın olmur. Onu kim eləmişdi? O bloger. Və anlata bilmirdim ki, bu sadəcə mənim seçimimdir və istəyimdir. Axırı yazmışdım ki, nə istəyirsən, analizin cavablarını göndərim sənə, nə edeyim məndən əl çəkəsən də. O hədsizliyi özlərindən necə görürlər. Hə, bu hədsizliyi özlərində görə bilər ki, hətta iki insanın, yəni ki, şəxsi münasibətin də o tərəfidir də bu uşaq dünyaya gətirmək. Yəni həqiqətən də özəlin özəlinə qarışacaq qədər. Mən çox tərbiyəsiz görürəm bir insanda ki, o sualı vermək, uşağınız var, uşağınız olacaq. O yəni kökünə gələn o sualın dibində nə yatır, məncə hamı bilirdi. Onu verməyin çox əxlaqsız bir sual kimi görürəm mən. Ədəbsizlik həqiqətən də, yəni o hədsizliyi necə tapırlar özlərinə müdaxilə etmək. Ümumiyyətlə bizdə də şəxsi həyata müdaxilə edənlər olur. Bu yəni mən evli deyiləm. Bildiyin kimi bu tərz təbrik edirəm. Sağ ol. Mən də evliyəm. Efendim da var. Tamamdır. En güzel mum. Tamamdır. En evli sensən. En çox evli sensən. Amma bizdə də həqiqətən müdaxilə, adi mövzularda belə o qədər müdaxilə olunur ki, insanlar o hədsizliyi həqiqətən özlərini görür və mən bəzən təəccüblənirəm. Çünki mənə maraqlı deyil kimsə, misal üçün mən oturmuşam burada telefonla məşğul olaramsa, mənə maraqlı deyil orada oturub başqası nə eləyir. Amma orada oturana maraqlıdır. Mən burada niyə telefonla məşğul oluram? Bəli. Adi telefon məsələsini deyirəm də. O qədər belə gəlib sual verirlər, yəni qayıdıb hörmət sənə nə də demək olmur. Eynən də hörmət edirsən ki, sənə nə deməyəsən, kimsə böyükdür və s. Amma bir dəfə başıma bir hadisə gəlib danışmışam sənə ki, xəstəxanadayıq. Oturmuşam və xanımlar oturdu, yaşlıdılar. Biri də nənədir, yəni çox yaşlıdır. Mən də ayağımın üstünə atdım və niyə atdım ki, dayaq verim qoluma, telefonda video editləyəcəm. Mənə qayıtdı ki, qızım, ayağının üstünə aşırtmaq hörmətsizlikdir. Tez ayağımı indirdim aşağı, dedim tamam. O da bu reaksiyanı gözləmirdi. Gözlədi ki, mən onu qayıdım nəsə deyim, o dava eləyək də. Mən qayıtdım ki, tamam, mən indirdim ayağımı. Sonra gördü ki, o deyil, qayıtdı ki, indiki gənclər böyüklərə hörmət qoymurlar. Deyirəm ki, axı mən sizə hörmət qoydum, siz dediniz və ayağımı saldım aşağı. Ümumiyyətlə, böyüklərin yanında belə eləmək olmaz. Mən deyirəm ki, eləmədim. Yəni, tema bağlansın, eləmədim mən bunu. Təkrar deyir ki, sənə demirəm, amma indiki gənclər özlərini apara bilmirlər. O qədər indiki hamı qalxdı qadın üstünə ki, bəlkə də yetər də, qız nəsə eləmədi sənə də, oturubdu belə özü üçün. Bu indiki gənc, böyüklərə hörmət, bu məsələ də mənim belə çox incidən məsələdir. Böyüklərə hörmət qoyulmalıdır. Bir insana yaşına görə sırf niyə hörmət qoymalıyıq? Yaşına görə yox, yəni o hörməti ümumiyyətlə yaşından asılı olmayaraq o hörməti qazanmalısan. Çox kiçik bir, yəni mən həmişə bacımın uşağını nümunə gətirirəm. 2-ci sinifdə oxuyur da hal-hazırda. 3-4 yaşından bu uşaq o qədər sərhədləri olan qız uşağıdır. O qədər özünə hörmət eləyən bir uşaqdır. Mən o uşağa böyük adam kimi hörmət qoyuram. Yəni o sərhəd qoyub, bu olar, bu olmaz, bura get. Ya mən ona böyük insan kimi görürəm. Bu hörməti o qazanıb mənim yanımda. Amma 70-80 yaşında elə bir insan var ki, elə o xalamızda. O hörmətə layiq, hörmət sevgi kimi bir şeydir. Onu sən qazanırsan. O sənin yaşı var, statusu var, nəyəsə görə qoyulmur ki, onu qazanmamısansa, niyə də gözləyirsən? Özümdən gedəcəm dəqiqə. Rəna, kritik bir sual gəlir sənə. Hazırsan? Gör də, keçən dəfəki şeyə salma məni. Lüks həyat tərzini təbliğ edən blogerlər haqqında nə düşünürsən? Yəni, realda bu belədirmi səncə? Öz hesablarını edirlərsə, sağ olsunlar. Amma bunun altında hər hansısa bir əxlaqi dəyərlərə zidd bir şey varsa və bunu gənclərə təbliğ formasına yedirirlərsə, təbii ki, tam qarşıyam. Ümumiyyətlə, insan niyə bir şey göstərməlidir, onu da anlamış deyiləm.
Bu günləri salonda söhbət edirdik, gözəllik salonunda. Deyirəm ki, mən 4 dəfə olmuşam Parisdə və mənim Eyfelin qabağında bir dənə şəklim yoxdur. Yəni mən oradakı o anı, o atmosferi sevirəm, oranı yaşamağı sevirəm. Yəni bunu illa kimisə üçünmü yaşayıram? Hələ deyərdim ki, əvvəl daha rahat idim. Biraz Instagramdan sonra mən də dəyişmişəm. Amma yenə də məsələn bir geyim alanda mən o geyimi anında açıb baxmağı, o həvəsi, onu daha çox sevirəm. Nəinki video qoyum, unpacking eləyim, hamıya göstərim bu yüksək qiymət. Yəni Zara-nı belə eləmirlər. Bəziləri eləyir, çox Mango-nu eləmirlər. Bunu eləyirlər ancaq belə də yüksək qiymət. Yəni mən bahalı geyinirəm. Kimə nəyi sübut etməyə çalışırlar? Niyə özlərini belə göstərməyə çalışırlar ki, qınadığım o deyil, qınadığım başqa şeydir. Çox bir blogerin indi adını tam deməyim, dava düşməsin. Nə deyirsən? O qədər gözəl bir qızdır. Yəni ki, bu dəqiqə blog aləmində deyərdim ki, ən gözəl, ən belə görüntü olaraq estetik xanım odur. Çox lüks həyat yaşayır, amma imkansız bir ailədən gəldiyini bilirəm. Təxmin edirəm kim deyirsən. Çox aşağı imkanda bir ailədən gəlib. Amma hal-hazırda özü yaxşı yerdə yaşayır, yaxşı videolar, hər şey yəni super səviyyədədir. Lüks geyimlər geyinir, amma bir dənə mənim qınadığım nədir? Bunların hamısını eləyir, xaricə gedir, onu eləyir, öz estetikasına pul ayırır. Universitet təhsili yoxdur. O pulun bir qismini ayırmır ki, mən bir dənə də təhsilim olsun. Yəni mən bu qədər qlobala da çıxmış bir blogerəmsə, ən azı bir təhsilim olsun, cəmaatın içində ağzımı aça bilim. Onu almır. O təhsili də qoydum qıraq ki, 4 il bəlkə vaxtı yoxdur. Bir dil məlumatı, yəni bu ingilis dili, rus dili bu dəqiqə əsas dillərdir. Yəni hər kəsin ən azı özünü ifadə eləməyi bacarmağı. Onların da təhsili, Azərbaycan dilini və gözəlliyi. Bu iki şey var da. Yəni bunda başqa Azərbaycan dilində də bir dənə də danışan videolar çəkmiş, çünki danışığına güvənmir, çünki bazasına güvənmir. Mən hal-hazırda mənim bütün videolarım danışıqlıdır və altına şərhlər gəlir ki, uşaqda olandan sonra kökəlmisən, kilo almısan, stilist kökəlməməlisən ki, kökəlmir belə-belə. O mənə heç biri narahat eləmir. Çünki mən o videoda görünüşümə güvənib danışmıram. Mən orada danışığıma, dediyim sözə və altını doldurmağıma güvənirəm. Bu qızlarda sadəcə Allah uzaq eləsin. Yəni bir şeydə gözəllik hər anı buradan nəsə üzümə də düşə bilər. Bu içsə həyatı sönəcək də belə. Mən anladığım budur. Onları istəyirəm ki, o gözəl qızları görməyi mən də sevirəm bir stilist olaraq. Hətta belə heyranlıqla baxıram. Amma istəyirəm ki, qızların altı da dolu olsun ki, o pul gəlir və Chanel sumkadansa bir balaca bir təhsilə də yönləndirib, bir kurs da alım bir aylıq ki, özümü də gelişdirim. Onları da istəyirəm ki, blogerlərimiz diqqət eləsin. Bunları aşılasınlar gənclərə ki, yəni sən kasıb ailədən gələ bilərsən, təhsil almaya bilərsən, 30 yaşında, 40 yaşında yenidən təhsil ala bilərsən. Yəni gənclər bunu da görsünlər ki, bu da mümkündür. Mən imkansız ailədəyim hal-hazırda, amma gələcəkdə 30 yaşımda da təhsil ala bilərəm. Mən sadəcə məcbur deyiləm, kasıb ailədəyimsə, hardasa elə belə işdə işləyim 500-600, sonra ərə gedim, ərim nə versə odur. Onu aşılamaqdansa bu tərəfi də aşılamaqla yaxşı olur. Mənim mamam 49 yaşında təhsil aldı. İşləyirmi, pul qazanırmı? Qazanır. Özü, yəni öz ayağının üstündə duran bir qadın idi, amma təhsili yox idi. Həmişə deyirdi ki, mən istəyirəm bir sənədim olsun, bir oxuyum, bir təhsil alım. Mən də dəstəklədim. Yəni oxudu Türkiyədə, akademiyaların birində oxudu da, universitet oxumadı. Amma yəni oxudu, diplom aldı və davam etdirdi bunu. Fərqli təlimlərə getdi, kurslara getdi. Niyə də ki sən hələ mənim mamam yəni sosial mediada özünü göstərən biri deyil də. Sən hələ də ki özünü göstərirsən, sən influence edirsən insanları, örnək olursan insanlara, əsasdakı tələbələrə. Yəni influencerların kütlələri kimlərdir? Tələbələrdir adətən. Yəni mən hansı influenceri izləyirəm və ya bloqeri səni izləyirəm. Başqa bir-iki nəfəri izləyirəm də aşağı yuxarı və onlar da yenə işi ilə özünü göstərən şəxslərdir. Siz də onların içində. Və yenə deyirəm, danışığı, ali təhsilli olan insanlar və əvvəl mən düşünürdüm ki, ali təhsilli olmasa da ola bilər, amma ali təhsil almaq, ümumiyyətlə təhsil almaq insanın intellektual səviyyəsini yuxarı qaldırır və adi ağzını açanda bunu hiss eləyirsən. Adi tanıdığımız iki eyni işdə olan influencer blogerlər vardı. Biri təhsillidir, biri təhsilsizdir. Bilsən kim deyir? İkisini də bildin kim deyir? Yox. Aha, okey. İkisinin də danışığını və blog aparmağının nə qədər arada fərqlər var görürsən də bilirsən. Yəni bariz olaraq ortadadır.